İndi də gəlmişik Bodrumda açılan yepyeni otellərdən birinə, Hyde Bodrum otelinə. Bu otel cavanların ən çox sevdiyi otellərdən biridir. Çünki bu otel 18 plus konseptli bir oteldir və yepyeni bir oteldir. Gəlin oteli bir yerdə gəzək. Onu deyim ki, biraz kompakt bir oteldir. Amma çox rahatdır və siz bura əyləncə üçün gəlirsinizsə və istəyirsinizsə ki, həqiqətən hər şey ayağınızın altında olsun, otel çox böyük ərazi olmasın, o zaman bu otel tam sizlikdir. Ən önəmlisi bura gələn hamı partilərinə görə gəlir, DJ-lərinə görə gəlir. Ən çox sevilən gənc otellərindən biridir. Gəlin oteli bir yerdə gəzək. Və onu deyim ki, bu otel haqqında, bura pet friendly oteldir. Yəni siz bura balaca öz evcil heyvanlarınızı da gətirə bilərsiniz. Çəkisi 8 kiloya qədər olmalıdır. Limit fərqi yoxdur. İstənilən otaq kateqoriyasını alın. Siz o balaca dostlarınızı bura gətirə bilərsiniz. Bax, bura indi lobby hissəsidir. Bir də onu deyim ki, bəzi otellərdə evcil heyvanlara limit olur. Məsələn, oteldə tutalım, həmin həftə 5 qonaq da varsa, 6-cı icazə yoxdur. Məsəl üçün deyirəm. Yəni, müəyyən bir limit olur. Və yaxud da ki, otelin ümumi konsepti pozulmasın deyə çox evcil heyvanlara icazə vermirlər. Ya da deyirlər ki, ən üst kateqoriya otaqları, villaları almalısınız evcil heyvan qəbul eləmək üçün. Amma bu oteldə elə deyil. Ən aşağı otaq kateqoriyasını belə alsanız, evcil heyvanlara icazə var. Girişdə bu hissəsi resepsiyondur. Resepsiyonun da düz qarşısında lobby barı var. Lobby barı da səhər saat 9-dan axşam saat 12-yə qədər açıq olur. Daha sonra qarşıda belə bir gözləmə yerləri var. Onun da qarşısında lobby barıdır. Lobby barında onu deyim ki, səhərlər ancaq içkilər, həmçinin də belə şirniyyatlar da servis olunur. Yəni bir nevi patiseri kimi də burada otura bilərsiniz. Sonra burada baxın, müştəri xidmətləri var. Nə vaxt nə sualınız olsa yaxınlaşıb soruşa bilirsiniz. Sonra buradakı şirniyyatlarından göstərək biraz sizə. Bax, belə San Sebastian, Magnolia falan var. İndi də bu içkilərinə də baxaq. Bunlar da ödənişsizdir. Və çıxırıq terasına. Terasında belə nargilə var. Burada saat 6-dan 12-yə qədər açıq olur. Amma bu nargilələr əlavə ödəniş olur. Belə çox böyük terası var. Terası da həmçinin otelin ümumi ərazisinə aşağıya baxır. İndi düşək aşağı mərtəbəyə, oradan davam edək. Bir də yuxarıdan resepsiyon hissəsindən düşmüşük aşağı. Burada alakart restoranlar var, onları göstərmişsə. Ümumiyyətlə oteldə 3 alakart restoranı var və bu olduğumuz restoran Mirabelli restoranıdır. Bu restoran fransız mətbəxidir. Biz indi əslində 2025 sezonunda buradayıq və bu il bu restoran axşam alakart olaraq ödənişsiz idi. Amma gələn ildən etibarən buranın axşam ancaq rezervasiya ilə olacaq və bir nəfər üçün 20 evro olacaq. Gəlin indi bu restorana baxaq, daha sonra bunun qarşısında olan bungalova keçək. Bax, restoranın içərisini göstərim sizə. Çox qəşəng soft rənglərdən istifadə olunub. Belə bu alakart restoranının içərisidir. Düz bunun qarşısında da bungalov restoranı var. Oranı da indi göstərərəm sizə. Bax, belə. Burada otelin ana restoranında. Bu da gündə 3 dəfə burada yemək yiyə bilirsiniz. Səhər, günorta, axşam olaraq fəaliyyət göstərir.
Bax, Mirabelle restoranının düz qarşısına bura digər restoran, Bungalov restoranına keçilir. Bura belə səhər həm bar olaraq fəaliyyət göstərir, həm də alakart restoran olaraq, snack restoran olaraq fəaliyyət göstərir. Yəni burada belə pizza və s. belə, daha doğrusu pizza falan belə şeylər də sifariş edə bilirsiniz. Həmçinin belə içəcəklər də ala bilərsiniz. Bu da aşağı birbaşa hovuza çıxır. İndi gəlin hovuzuna baxaq. Deməli, bu otel kompakt otel olduğuna görə, bax, blokları görürsünüz. Yəni, bu bloklardan ibarətdir. Burada hovuzudur. İndi də düz hovuzun yanındayıq. Elə buradaykən gəlin sizə superior all access otaqlarını göstərim. Deməli, otağın oturma hissəsində girişdə burada belə bir oturmaq üçün yerlər var. Axşam gəlib qəşəng kofemizi, çayımızı içib dincələ bilərsiniz. Sonra gəlin otağın içərisi hissəsinə baxaq. Bura otaq 38 kvadratdır, 2 nəfərlikdir. Bir də onu deyim ki, siz bura gələndə hayətdə otaqların içərisində belə ara kəsmə bəzi otaqlarda görəcəksiniz. Bu o deməkdir ki, bu otaqlar connection room olub əvvəl, amma indi tamamilə yığışdırılıb. Ona görə də otaqların arasında keçid yoxdur. Bir də onu da deyim ki, 3-cü kravatı qoymağa icazə yoxdur, ancaq 2 nəfərlik olur. Düz qarşısında belə böyük televizoru var. Burada da paddleboard görürsünüz. Yəni siz bu otelə gəlsəz, zaten onda rezervasiya ilə ödənişsiz istifadə edə bilərsiniz, aktivitelər qata bilərsiniz. Sonra gəlirik, burada minibar hissəsini göstərin. Belə bir kofe aparatı var, burada kapsul kofeleri var, sonra təbii çayları var. Sonra burada minibarı var. Minibarında spirtli və spirtsiz içkilər var. İstəyir kola, pivə və s. hər şey var. Sonra bu hissədə minibarın yanında burada xalatları var, hamam xalatları var. Sonra otelin bir neçə əşyaları var. Daha sonra bu hissəsində seyfi var və bir də onu deyim ki, oteldə ütü yoxdur otaqlarda, amma siz istəsəz onu telefonla sifariş edirsiz, gətirirlər. 2 saat ərzində ütünü istifadə edə bilirsiniz. 2 saatdan sonra da götürürlər. Bunu da oteldəki təhlükəsizlik məqsədi ilə belə qoyublar. Gəlin indi bir yerdə sanuzel hissəsinə baxaq. Sizə bax göstərim belə bir yer. Burada əşyalar var, baxım setləri və aşağıda tərlik var. Sonra hamam xalatları, hamam dəsmalı var. Sonra bura duş hissəsidir. Bax belə duş hissəsi. Bu da tualet hissəsidir. Belə. Yəni yetəri qədər geniş bir oteldir. Deməli, alakart restoranlarını gəzdik, hovuz hissəsini gördünüz, oradan aşağı düşürük plyajına doğru. Plyajına doğru gedəndə aşağıda wellness hissəsi var, amfiteatrı falan var. Orada su aktiviteləri olur, yoga, meditasiya kimi aktivitelər olur. Gəlin onlara baxaq. Bu terasdan düşürük bu pləkanlarla aşağı. Pləkanlarla düşürük aşağı mərtəbəyə. Bu hissə Afterglow adlanır. Burada axşam partilər olur, DJ-lər olur. Yəni bura tamamilə belə bar konsepti kimi bir yer olur. Qarşıda barı var və o barı da gecə saat 3-ə qədər işləyir. Yəni bu otelin yanında digər otellər olduğuna görə ailəvi otellər, həmin otelləri axşam partilər narahat eləməsin. Çünki bura tam coşqulu davam edən bir oteldir. O partilər narahat eləməsin deyə belə iç məkanda həmin partilər axşam saat 3-ə qədər davam eləyir. Sonra bunun da qarşısına keçirik. Digər hissəyə baxırıq. Burada meditasiyanın, yoganın olduğu wellness hissəsi. Bu otelin ərazisi ilə davam edirik. Burada belə dediyim kimi meditasiya, yoga hissəsi olan aktivitələrin olduğu hissə buradır. Onun da qarşısında burada fitnessi var.
Burada fitnessidir. Yetəri qədər otelin ərazisinə görə yetəri qədər böyükdür. Onun da qarşısında gündəlik sportlar falan olur. Siz orada müəllimlərlə idman edə bilərsiniz. Gəlin oranı da göstərin. Fitness proqramı səhər 9-dan axşam 8-ə qədər davam edir. Həmçinin burada fly yoga da olur. Sonra həmçinin bu hissədə axşam məsələn bura bar olaraq fəaliyyət göstərir. Və bu indi olduğumuz yerin adı Hyde Beach'dir. Orada da yenə alakart restoranı var. Yəni buranı həm belə səhər restoran, snack restoranı olaraq istifadə edə bilirsiniz, həm də axşamları parti alanına buranı çevirirlər. Bax bu indi restoranın içərisini göstərim. Həmçinin burada çox qəşəng belə suşilər olur. Bax burada suşilər hazırlanır. Burada məsələn Mahmud Orxan falan DJ-lərin konsertləri olur. O qarşıda bax burada gördüyünüz səhnə hissəsidir. Bura tamamilə bağlandır. Sonra burada plajıdır. Plajı da ağ qumdur. Plajında onu da deyim ki, burada qarşıda bax kabanalar var. Otelin özünün iskelesi də var. Həmçində belə şezlongları var. Burada otelin plajı. Bax buranın da dənizinə girən yerdə biraz belə balaca daşlıq var. Amma dənizin içərisinə girəndən sonra bir hardasa 2 metrdən sonra tamamilə dənizin içərisi qumdur. Bax daha doğrusu suyun təmizliyi də belə videodan da görünür. Qarşıda dondurma yeri var. Sonra plajındakı bu kabanaları göstərim sizə. Bax dediyim kimi bu kabanalara əlavə heç nə ödənişə ehtiyac yoxdur. Sadəcə kim əvvəlcədən gəlirsə oranı tutmuş olur. Kabanalara da eyni qaydada qarsonlar içəcəklər servis edirlər. Bu da dənizin təmizliyi. Hyde Bodrum haqqında onu deyim ki, əgər siz bu otelə gəlmək istəyirsə, mütləq Turgut Travel'a müraciət edin. Uyğun qiymətə alıb gəlib dincələ bilərsiniz. Otel pet friendly oteldir. Yəni siz bura evcil heyvanlarınızla da gələ bilərsiniz. Cavan ailələr gəlmək istəyirsə və yaxud da ki, xanım bəy olaraq gəlmək istəyirsə, ya qız qıza, ya oğlan oğlana gələ biləcəyiniz cavanlar üçün ən gözəl otellərdən biridir. Otelin qiyməti də yəni özünə uyğun, məncə yaxşıdır. Yəni siz burada gəlib sıxılmayacaqsınız. Çünki ən önəmli bu otelin üstünlük verdiyi beach klublarıdır, partiləridir. Yəni burada siz əylənə biləcəyiniz otellərdən biridir və ən önəmlisi, əgər siz bu otelə gəlmək istəyirsinizsə, sonda onu deyim ki, qiymətlərlə bağlı Turgut Travel'a müraciət edin. Aşağıda əlaqə nömrələrimizi qoyacağam. Bizim menecerlə əlaqə saxlaya bilərsiniz və bir də Instagram hesabımızı qoyacağam. Mütləq bizi Instagramdan izləyin ki, otel yeniliklərindən sizin də xəbəriniz olsun. Bir sonraki videoda görüşənə qədər hələlik.